Salam dəyərli dostlar, necəsiniz? Baxın dostlar, mən insanlarımızda bizim müsbət xüsusiyyətlərimiz var, amma bir şey xoşlamıram və istəyirəm ki, bunu tərk edək. Baxın, biz çox duyğusal millətik. Yəni bu yaxşı bir şey deyil. Aşırı duyğusalıq, yəni balansı pozmuşuq. Allah bizdən ağıllı millət olmağımızı istəyir. Ağıllı insan, məntiqli, soyuqqanlı, ciddi insan. Yeri gələndə məsələn bu xoşuma necə xoşuma gəldi, nə mənada? Yəni ki, vətəni qorumaq üçün bax övladların məsələn insanlar şəhid verdilər də. Baxın nə nəticə əldə elədik. Qarabağ işğaldan azad olundu. Yəni yer üzündə əgər bir şey eləmək istəyiriksə biz gərək ağıllı, soyuqqanlı millət olaq. Biz duyğusal millətik. Məsələn, bunu hər sahədə, məsələn bir müəllim kimi deyirəm, bu yaxşı bir xüsusiyyət deyil. Uşaqlarımızı da elə yekəldirik. Məsələn, qızları da, oğlanları da, məsələn mənim çox tələbələrim olub, çoxu qorxaq şəkildə. Yəni belə övlad istəmirəm mən, belə oğul böyütməyin. Qoyun, mən istəyirəm ki, uşaq gəlsin məndən burada dirəşsin. Başa-baş dəyişsin məndən. Mən belə şey istəyirəm, mən. Məsələn, mən gəlirəm, uşaq qorxur yanımda. Niyə qorxursan məndən? Mən adam yiyənəm. Qızlarımız da elə, oğlanlarımız da elə. Analar qızlarını öyrədir ki, ged ancaq cehiz, nə bilim, bu kafada böyüdürlər. Cehiz, ev, maşın, özlərinin yaşaya bilmədiyi həyatı qızlarını da görmək istəyirlər. Başlayırlar qızlara baskı eləməyə, robot kimi böyütməyə. Analar da oğlanların belə üzr istəyirəm, çox üzr istəyirəm. Çoxları belədir. Tumanların altından çıxartmırlar ki, belə kişi olar, belə kişi nətər yetişə bilər. Bizən soyuqqanlı olmaq lazımdır, ağlı selim olmaq lazımdır, məntiqli olmaq lazımdır. Bəli, duyğusal da olmaq lazımdır. Amma o duyğunu ağlın sərəncamına vermək lazımdır. Məsələn, biz Qarabağ müharibəsində nifrət duyğusu ilə döyüşməsəydik, biz erməni məğlub eləyə bilməzdik. Allah demir ki, duyğusal olma. Allah deyir ki, duyğunu ağlın sərəncamına ver. Bizdə birinci duyğu gəlir, ikinci də duyğu gəlir. Biz uşağımızı Avropaya göndərmirik ki, gedərsən, ölərsən orada və yaxud da bilsən necədir? Biz çox aşırı duyğusal millətik. Yəni bu yaxşı bir şey deyil. Düzgün bir şey. İnsan olaq, amma bu yəni yaxşı bir şey deyil. Mən müəllim kimi də görürəm, bu tələbələr gəlirlər, elə bil ki, mən adam yeyənəm, mən nəsə eləyəcəm. Yəni mən əksinə istəyirəm ki, mən tələbədən qorxum. Yəni belə övlad yetişdirin. Gəlsin mənim yanımda belə azadlıq da tələbələr ondan sui-istifadə eləməsin. Yəni azadlıq o demək deyil ki, sən ged istədiyin şey elə. Xeyr, azadlıq yəni ki, sən doğru şeylər elə. Yəni sənə şərait verilib, çox gözəl, sən doğru şeylər elə. Bu nədir? Yəni mənim xoşum gəlmir vallah. Bizim insanlar çox duyğusaldılar. Çox hissə qapılandılar. Birinin məsələn anası atası rəhmətə gedir. İllərlə onun altından çıxa bilmirlər. Bu da günahı valideynlərdədir. Çünki övladı elə böyütmüsən ki, səni qəfl itirəndə o boşluğa düşür, şoka düşür. Övladı biraz əskər kimi böyüt.